Salam, xoş gördük. Bugün biz sizinlə daha bir müxabirləşmə əməliyyatına baxacağıq. Bu işçilərin bank kreditləri, belə bir hesab nömrəsi var. Köhnə hesablar planında bu 93 nömrəli hesabdır. Yeni hesablar planında bu həm qısa müddətli, həm də uzun müddətli olmaqla 402 və 502 nömrəli hesablarda göstərilir. Yəni, bəzən müəssisələr aşağı faiz dərəcəsi ilə işçilərə kreditlər verə bilər, hansı ki, sonradan hər ay bu kreditlər işçilərin əmək haqqısına tutulacaq. Deyək ki, məsələn, müəssisə işçisinə bir il müddətinə 1000 manat kredit verib 5 faizlə. Və indi gəlin bununla bağlı provodkalara baxaq. Deməli, provodkalarımızı bu şəkildə edəcəyik. Əvvəlcə qısa, gəl köhnə hesablar planı. Yəni, köhnə hesablar planı versək, 93-50 provodkasını verəcəm. Yəni, nəzərə alsaq ki, bu bir il. Yəni, köhnə hesablar planında, köhnə, uzun, qısa fərq yoxdur. İkisi də 93 nömrəli hesablar göstərir. Amma yeni hesablar planında isə bu artıq əhəmiyyətlidir. Çünki 402 nömrəli hesab uzun müddətli, 502 nömrəli hesab isə qısa müddətlidir. Yəni, 3 aydan 1 ilə qədər verilən kreditlər qısa müddətli, 1 ildən yuxarı müddətlə verilən kreditlər uzun müddətli olduğundan, yəni bizim də məsələmizdə 1 il müddətinə verilir. Ona görə də bu bizim üçün qısa müddətli olacaq və biz onu 502 nömrəli hesabda göstərəcəyik. 502, 221. Deməli, işçiyə verilir 1000 manat verilir. Bu kreditə görə müəssisə işçidən gələcəkdə neçə faiz gəlir əldə edəcək? 1000-i vurulur 5 faizə. Yəni 50 manat mənfəət əldə edəcək, gəlir əldə edəcək. Bunun üçün də biz 93, 83. Yəni bilirik 83 nömrəli hesab pasiv hesabdır. Yəni o mənfəət bildiyimiz kimi 80 nömrəli hesablar bildiyimiz kimi 80 nömrəli hesabda kreditdə olan da mənfəət, debit olan da zərər kimi göstərilir. Burada da gəlir hesabı eyni ilə pasiv hesab olduğundan onun kreditdə olmağı artıq gəliri göstərir. Kreditdə olmağı üçün mənfəətin. Və nəzərə alsaq ki, müəssisə buradan 50 manat gələcəkdə gəlir əldə edəcək. Ona görə biz bunu 83 nömrəli. Adına da məlumatdır. Gələcək dövrün gəlirləri. Yəni, gələcəkdə əldə olunacaq gəliri göstərir. Və bu gəlir bizdə 50 manat. Yeni hesablar planı ilə versək yenə də bu da 502 və bunun da yeni hesablar planında bu 83 nömrəli hesab o da 2 yerə ayrılır. Uzun müddətli və qısa müddətli olmaqla. Deməli, burada göstərilir uzun müddətli 442, qısa müddətli 542 və burada 542 göstərilir. Və dedik ki, işçi bu kredit işçiyə gəlib çatacaq. Ona görə də 73, 93 nömrəli hesabda göstərir. Yəni, işçidə bu kredit artacaq. Amma bu kreditə görə işçi borclu qalacaq. Ona görə də 93 nömrəli hesab kreditor borclu olduğunu o kreditdə göstərir. Və bu kreditə görə 1050 manat o müəssisəyə borcludur. 1050. Yeni hesablar planında 73 nömrəli hesabda ayrılır, uzun müddətli və qısa müddətli olmaqla. Ona görə də bu da uzun müddətlisi 173-də, qısa müddətlisi isə 213 nömrəli hesabda. Və nəzərə alsaq ki, bu qısa müddətlidir, ona görə də 213 nömrəli hesabla veririk. 502 və bu işçinin əmək haqqısından tutulacaq. İşçi bilirik ki, əmək haqqı pasiv hesabdır. Onun debetdə olmağı, əmək haqqının azalmağını, kreditdə olmaqsa əmək haqqıya borclu, yəni verilməyi göstərir. Və bildik ki, işçidən bu əmək haqqı azalacaq. Ona görə də 70 nömrəli hesab onun azalmağı debetdə göstərəcək və işçimizdən bu azalacaq. Ona görə də işçimiz kreditdə olacaq. Və artıq biz 1050-ni bir il müddətlə verdiyinə görə işçi hər ay maaşından onu 1050-də 12 il veririk. 87 manat 50 qəpik. 87 manat 50 qəpik. Bu tutulacaq ondan.
Eyni ilə burada da 533 və 230 qrafikasını veririk. 87. Və sonda işçi bu maaşından tutulub müəssisənin kassasına nə daxil olacaq. Ona görə də burada yazılır 50 və 70. 87, 50. Hər ay, baxın bu iki pravotika, yəni 12 ay ərzində, baxın gəlin oradan qayalaq daha. 12 ay ərzində bu iki pravotika verilməklə 12 aydan sonra bizim artıq 73 nömrəli hesabımız bağlanacaq. Baxın, fikir verin. Və bitdikdən sonra da kredit 12 aydan sonra bitdikdən sonra burada artıq 83 nömrəli hesab sonda 80 nömrəli mənfəətçilər hesabına bağlanacaq. Və burada yazılır 50 manat. Gəlin təzə hesablar planında da yazaq 221 533 87. Və yeni hesablar planında da bunu bağlayıcı olsaq 83 nömrəli hesabı burada yazılır 542 ya ən yaxşı 341 nömrəli hesaba bağlayacaq. Və bu da bizdə 50 manat olacaq. Eyni ilə yeni hesablar planında da baxın hər ay bu iki pravotika təkrar olunur. Təkrar olandan sonra 213 nömrəli hesab 12 aydan sonra bağlanacaq və müəssisə buradan belə də ilin sonunda mənfəət əldə ediləcək. Bu bizim sizinlə işçilər üçün bank krediti ilə bağlı əməliyyatları da müqaviləşmələr, razılaşmalarımız idi. İnşallah bunlarla bağlı ətraflı dərslərimizdə iştirak etmək istəyirsə, İnternət şirkətlərinin kurslarımıza müraciət edə bilərsiniz. Münasibat müqaviləşmələri ilə bağlı video materiallarımızda isə İTC mühasibələrin olduğu təkməkan qruplarını izləyə bilərsiniz. Diqqətinizə görə çox sağ olun. Gələn dərslərdə görüşürük. İnşallah.